Media FM. Media FM-də xəbərlərin xüsusi buraxılışı. Hər vaxtınız xeyir olsun. Media FM-də xüsusi buraxılışı dinləyirsiniz. Studiyada Nərgiz Vəlizadədir. Biz bugün təhsildən danışacağıq, amma Malayziyada təhsildən bəhs eləyəcəyik. Çünki Malayziyada təhsil son illər gənclərin maraq göstərdiyi istiqamətlərdən biridir və Malayziyada təhsil imkanları qəbul prosesi Azərbaycanlı tələbələr üçün mövcud şərtlər haqqında bugün dinləyicilərimizi məlumatlandıracağıq. Buna görə də studiyamızın qonağı var. Studiyamızın qonağı Malayziyada təhsil layihəsinin tərəfdaşı Rövşən Bağırov, eləcə də UTP Universitetinin Marketinq və Tələbə Qəbulu şöbəsinin direktoru Zulkarnan Abdul, bundan sonra UTP Universitetinin Marketinq və Tələbə Qəbulu şöbəsinin baş mütəxəssisi Tunfalik, eyni zamanda bizə bu söhbətdə köməklik eləyəcək tərcüməçimiz Rail Ali Muhammedzadə də var. Hər biriniz xoş gəlmisiniz. Təşəkkür ederim. Rövşən bəy, ilk növbədə istəyərdim dinləyicilərimiz üçün Malayziyada təhsil layihəsi haqqında məlumatlandıraq. Çox böyük məmnuniyyətlə ilk öncə təşəkkür edirəm bu imkana görə. Əslində biz diplomlar sadəcə bu cür deyək barədə danışmırıq. Biz bizim tələbələrimizin, ailələrimizin, sonuçta bizim ölkəmizin gələcəyinə qoyulan strateji sərmayə barədə danışırıq. Və bu baxımdan da Malayziyada təhsil xüsusi əhəmiyyət kəsb edir. Çünki məlumatı bölüşmək, yeni üfüqləri açmaq və pərdəni belə deyək açmaq bizim üzərimizdə olan bir vəzifədir bu. Mən qürurla deyə bilərəm ki, Malayziyada təhsil təşəbbüsünü, layihəni biz ümumiyyətlə bu istiqaməti Azərbaycanda sistemli və peşəkar sahədə şəkildə həyata keçirən ilk qurumlardan biriyik. Və Azərbaycan və Malayziya arasında təhsil körpüsünün qorunmasında yardım edirik bizim ölkəmizə. Digər tərəfdən və yəqin ki bu da çox önəmlidir ki Asiya, bizdə müəyyən stereotiplər çünki var. Asiya bugün artıq inkişaf etmiş bir istiqamətdir və bu bir faktdır. Və buna görə də Lingva mərkəzi, hansından ki mən və biz həyata keçiririk bu təşəbbüsü, böyük bir səylər göstərir və artıq demək olar ki bu səylərin nəticələri, faydaları özlərini göstərir. Çünki tələbələr beynəlxalq səviyyəli diplomlar, birbaşa təcrübə əldə edirlər, biliklər və daha sonra bu biliklər bizim ölkəmizin iqtisadi inkişafına, elmi inkişafına tətbiq olunur və tətbiq olunacaqdır bundan sonra da. Bununla bir yerdə də ölkələr arasında universitetlər birbaşa əlaqələr yaradırlar, əməkdaşlıq edirlər, təcrübə mübadiləsi aparılır və tərəfdaşlıq sahəsində də artıq səylər göstərilir. Rövşən bəy, Malayziyada təhsilin nə kimi üstünlükləri var? Çox gözəl sualdır, çünki əslində burada o qədər üstünlük var ki, mən bir neçəsini sadalayardım. Birincisi, əlbəttə ki, təhlükəsizlik və sabitlik. Dünyanın ən sabit ölkələrindən biridir. Yəni, bu sadəcə mənim sözümə görə deyil. Dünya reytinqlarında, yəni indekslarında Malayziya bəzən onluqlardadır, bəzən biraz yuxarı, bəzən biraz aşağı. Ən təhlükəsiz ölkələrdən biridir. Digər tərəfdən bu multikultural mühit və yüksək təhlükəsizlik bizim valideynlər üçün və tələbələr üçün önəmli bir faktordur. İkinci vacib bir məqam var ki, o da Malayziyada əldə olunan diplomların kalitəsi, keyfiyyəti, yəni keyfiyyət çox yüksəkdir və dünya
çapında, dünya miqyasında tanınmış diplomlardır və universitetlərdir. Yəni QS reytinqlarında çox yüksək yerlər tutublar. Və yəqin maraqlı olacaq bizim dinləyənlər üçün ki, Malayziyada olan bax bu təhsil ümumiyyətlə real layihələrə əsaslanır və əmək bazarının tələblərinə. Yəni baxırsınız, yeni çox maraqlı istiqamətlər, sahələr açılır. Bu da ki, necə deyirlər, gələcəyə yol açır. Üçüncüsü, əlçatanlıq. Qiymətlər burada çox uyğundur. Həm təhsil üçün, həm də yaşam qiymətləri. Mən Qərbi Avropa ilə müqayisə edirəm, Şimali Amerika ilə müqayisə edirəm. Bununla bir yerdə keyfiyyət çox yüksəkdir. Və bilirsiniz, mən bayaqları dedim, deməli Malayziyadakı təhsilin keyfiyyəti barədə bu bir çox universitetlər Malayziyada baxmayaraq ki, artıq 200-lükdə, 100-lükdə yüksək yerlər tutublar qlobal olaraq. Eyni zamanda Avstraliyanın, Qərbi Avropanın, Amerikanın universitetləri ilə sıx əməkdaşlıq eləyirlər. Ümumiyyətlə orada qoyulan sərmayalar hal-hazırda böyük miqdarda həm IT sahəsinə, həm süni intellekt sahəsinə, biznes sahəsinə öz nəticələrini göstərir. 500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Yəni universitetlər, kolleclər orada fəaliyyət göstərir və bir çox ölkələrdən hal-hazırda Malayziya artıq mən deyərdim 100 mindən çox tələbə təhsil almağa gəlir. Biraz öncə dedim ki, reytinqlər çox yüksəkdir. Məsələn 200-lük QS reytinqində yerini Malayziya Fransa ilə bölüşür universitetlərin sayına görə. Və Kuala Lumpur şəhəri, Malayziyanın paytaxtı, dünya indeksində ən yaxşı şəhərlər siyahısında 12-ci yer tutur. Yəni o çox böyük bir göstəricidir. Daha sonra işə götürülmə əmsalı. O da çox yüksəkdir. Yəni məzunlar 6 ay sonra tək Malayziyada deyil, bütün dünyada 6 ay ərzində 90%-dən 100%-ə qədəri iş tapırlar. Çünki dediyim kimi o diplomlar dünyada tanınır. İndi bu yaxınlara qədər bu barədə məlumat məhdud idi Azərbaycanda, amma artıq bizim də Malayziyada indi bu barədə bəlkə daha sonra danışaram. Tələbələrimiz oxuyur və onlar birbaşa öz təəssüratlarını öz dostları ilə, qohumları ilə paylaşırlar. Yəni başqa sözlə Malayziyada təhsil bu eyni zamanda rahatlıqdır. Bu sadəcə bir layihələr deyil. Bu sadəcə necə deyirlər, layihə olaraq yəni yeni imkanlar açan bir istiqamətdir. Həm tələbələr üçün, həm valideynlər üçün və insan kapitalının inkişaf etdirilməsi deməkdir. Moto şəklində mən onu desəm, Malayziyaya açılan yeni üfüqlər real gələcəyə əsaslı ümidlər verir. İndi isə yəqin ki bizim dostlarımız da universitet barədə danışacaqlar. İstərdim elə söhbətimizin bu hissəsində bizim tərcüməçimiz Rail Ali Muhammadzadə kömək bizə çatsın. İstərdim UTP-ni bizim dinləyici auditoriyamıza təqdim edək. Could you introduce University Technology Petronas to our audience? Okay, first of all, thank you very much for having us. Assalamualaikum and good afternoon. So I think Mr. Roshan already explained a little bit about Malaysia and our university, but I'm going to touch a little bit on Malaysia in terms of the location. So we are located in Southeast Asia. So our neighboring countries such as Singapore, Indonesia and Thailand. So that's among the countries that near our country, Malaysia. And our capital city, for example, like Baku, is called Kuala Lumpur. So from Azerbaijan to Kuala Lumpur, probably it will take around 10 hours flight, of course, not by boat or driving. So it's a far away, but it's worth it because Kuala Lumpur is very interesting city, multicultural,
And then to our state or our university, it will take another 2 hours. The state itself is called Perak. Perak means silver in our language. And we also have very interesting city listed as one of the 10 most exciting city in Asia. Is called Ipoh. So that is the location about our university. And then about the name itself, University Technology Petronas. Maybe you heard about Petronas. Petronas is oil and gas company. Okay, this is the logo in green. And then we also partner with Mercedes. Okay, so there's Mercedes AMG Petronas Formula 1 team. So in Baku there's a race. So yeah, so we belong to Petronas Group. So if you been to Kuala Lumpur, there's a Petronas Twin Tower. So then they also have a university called University Technology Petronas. So that's about our university. Bizim ölkəmiz Malayziya, Singapur və İndoneziya kimi qonşulara sahibdir. Bizim paytaxtımız Kuala Lumpurdur. Bakıdan 10 saat samolyotdan uzaqlıqdadır təyyarə ilə. Demək olar ki, bizim universitetin yerləşdiyi şəhərin adı Ipoh'dur. Ipoh bizim universitetə ən yaxın olan şəhərdir. O da Kuala Lumpurdan 2 saat uzaqlıqdadır. Əslində bu şəhər Ipoh olaraq adlandırılan şəhər Asiyada 10-luq listələrə girir, ən gözəl şəhərlər listəsinə. Demək olar ki, bizim universitetimiz bu Ipoh şəhərinə yaxındır və Seri İskandar əyalətində yerləşir. Universitetimizin adı University Technology Petronas'dır, çünki bu bizim universitetimiz 1997-ci ildə Petronas şirkəti tərəfindən qurulmuşdur. Neft və qaz şirkəti olan Petronas dünyaca tanınır və partnyorlarımızdan biri də elə Mercedes kompaniyasıdır. Dinləyicilərimizin diqqətinə bir daha çatdırım ki, biz bugün Malayziyada təhsil imkanlarından danışırıq. Studiyamızın qonağı isə UTP Universitetinin Marketing Tələbə Qəbulu Şöbəsinin direktoru Zulkarnan Abdul, Malayziyada təhsil layihəsinin tərəfdaşı Rövşən Bağırov, UTP Universiteti Marketing və Tələbə Qəbulu Şöbəsinin baş mütəxəssisi Tun Falikdir. Növbəti bir sualım isə belə olacaq. Azərbaycan və regiondan olan tələbələr niyə təhsilləri üçün UTP-ni seçməlidirlər? Why do you think the students from Azerbaijan and the region consider UTP for their studies? Falik, you want to answer that? Mr. Falik? Alright, so basically UTP offers internationally recognized programs taught in English, right, supported by the state-of-the-art facilities and the strong industry partnerships. As a university that is by industry for the industry, everything we do is designed to prepare the students for the real world, actually. All right, so producing graduates who are industry ready and also globally competitive. UTP also provides an international mobility program for the students, enabling the students to study overseas at our partner universities across Asian, European and also American continents. So in addition, Malaysia offers a safe and multicultural environment with high quality education. UTP tələbələrə yalnız akademik bilik deyil, eyni zamanda sənayinin real tələblərinə uyğun bazarlıqlar qazandırır. Məzunlarımız sənayeyə hazır və qlobal miqyasda rəqabətə davamlı olurlar. Universitetin güclü akademik nüfuzu, beynəlxalq tanınması və geniş sənaye əlaqələri tələbələr üçün mühüm üstünlüklər yaradır. Bundan başqa, Azərbaycan Dövlət Təqaüd Proqramı çərçivəsində UTP təsdiqlənmiş universitetlər siyahısına daxildir. Bu da uyğun Azərbaycan vətəndaşlarına dövlət sponsorluğu ilə UTP-də təhsil alma imkanı yaradır. Media FM-də xəbərlərin xüsusi buraxılışı.
Reklamdan sonra efirimiz davam edir. Studiyada Nərgiz Vəlizadədir. Biz bugün Malayziyada təhsildən danışırıq. Təhsil imkanları qəbul prosesi Azərbaycanlı tələbələr üçün mövcud şərtlər haqqında dinləyicilərimizi məlumatlandırırıq. Bir sıra yeniliklər var. Çalışırıq ki, bunları dinləyicilərimizin diqqətinə çatdıraq. İstərdim söhbətimizə qaldığımız yerdən davam edək. UTP Universiteti hansı hazırlıq, bakalavr və bakalavr proqramlarını təklif edir? Mr. Falik, what foundation and undergraduate programs does UTP offer? Okay, UTP offers foundation and undergraduate programs with a wide range of programs including mechanical, electrical, chemical, civil and also petroleum engineering. We are very famous with our petroleum engineering programs. So besides that, we also offers a computing program like computer science, information technology and also information systems and business management. UTP bakalavr və hazırlıq səviyyəsində mexanika mühəndisliyi, elektronika mühəndisliyi, kimya mühəndisliyi, inşaat mühəndisliyi, neft mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və biznesin idarə edilməsi proqramları UTP-də mövcuddur. Bütün proqramlar sənayinin mövcud və gələcək ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Qeyd edeyim ki, bizimlə tərcüməçi Rail Ali Muhammədzadədir və bizə bu söhbətdə kömək olur və eyni zamanda Malayziyada təhsil layihəsinin tərəfdaşı Rövşən Bağırov da studiyamızdadır. Buyurun. Bir balaca əlavə mən etmək istərdim foundation proqramları barədə. Çünki adətən bilirsiniz, belə bir təəssürat var ki və həqiqətən də bir çox ölkələrdə foundation proqramı dil öyrənməsi üçün yönəlmiş bir proqramdır. Lakin Malayziyada foundation proqramı məhz ixtisasa yönəlmiş bir proqramdır və birbaşa bakalavriata bağlıdır. Ona görə nəzərə alsaq ki, Azərbaycanda bakalavriatdan söhbət gedirsə, Azərbaycanda bizdə 11 illik sistemidir. Malayziyada İngiltərə, Britaniya sistemidir. Orada 12 illikdir və bizim tələbələrimiz öncə foundation proqramına başvururlar. Dediyim kimi ixtisas seçilir. Bir dənə çox önəmli bir üstünlük var ki, bakalavriatdan fərqli olaraq foundation zamanı tələbə seçdiyi ixtisası bəlkə ola bilsin bəyənmədi, fikrini dəyişdi, başqa istiqaməti seçdi. Məhz foundation sahəsində vaxtında o onu dəyişə bilər. Və önəmli faktor odur ki, Malayziyada əksər universitetlərdə, əksər ixtisaslar üzrə, xüsusən özəl universitetlərdə onu demək lazımdır, bakalavriat 3 ildir, 4 il deyil. Və bununla da demək olar ki, heç nə itirilmir. Yəni 1 il foundation, 3 il bakalavriat sonuçda o yenə 4 ilə gətirir. Rail bəy, istərdim qonaqlarımızdan soruşaq ki, UTP-də magistratura və doktorantura üçün hansı təhsil variantları mövcuddur? Mr. Falik, what postgraduate study options are available at UTP? Okay, UTP offers postgraduate coursework and also postgraduate research at master's and PhD level. So these coursework programs are suitable for professionals seeking for advanced knowledge and skills, while for the research programs, they are focusing on innovation, problem solving and in-depth research. UTP həm kurs əsaslı, həm də tədqiqat əsaslı magistratura və doktorantura proqramları təklif edir. Kurs əsaslı proqramlar qabaqcıl bilik və peşəkar bacarıqlar əldə etmək istəyən mütəxəssislər üçün uyğundur. Digər bir məsələ isə təqaüd və maliyyə dəstəyi imkanları haqqındadır ki, ümumiyyətlə Azərbaycanlı tələbələr üçün hansı təqaüd və maliyyə dəstəyi imkanları mövcuddur UTP-də? What scholarship opportunities are available for Azerbaijani students? Alright, so besides Azerbaijan state scholarships that have been offered by the Azerbaijan government, so we also offer internal scholarships, graduate assistantships, and also graduate research assistantship, so GA and GRA for master by research and PhD by research students. Azərbaycan Dövlət Təqaüd Proqramından başqa UTP Universiteti bu proqrama da daxildir. UTP Universitetində GA, yəni aspirantura köməkçisi ya da GRA, yəni aspirantura tədqiqat köməkçisi proqramları universitetdə daxildir.
Bəs UTP-nin aspirantura köməkçisi və tədqiqat köməkçisi sxemləri nədir ümumiyyətlə? Bu sxemi izah edə bilərsinizmi dinləyicilərimiz üçün? Could you explain UTP's graduate assistantships and graduate research assistantships schemes? All right. For GA scheme, graduate assistantship is for postgraduate research studies, while the GRE also same for postgraduate research studies, but the GA is only for PhD students. Aspirantura köməkçisi proqramı magistr və doktorantura tələbələri üçün nəzərdə tutulmuşdur. GRE, yəni aspirantura tədqiqat köməkçisi proqramı isə əsasən tədqiqat yönümlü aspirantlar üçün tətbiq olunur. Yəni GA doktorantura tələbələri üçün, GRE də aspirantlar üçün tətbiq olunur. Elə indicə bizim efirimizə bir mesaj gəldi və dinləyicilərimizdən biri soruşur ki, siz danışdınız təqaüd proqramından, maliyyə dəstəyindən. Bəs yaxşı, mən əgər Malayziyada təhsil almaq istəyirəmsə, UTP-yə daxil olmaq istəyirəmsə, bu təqaüd proqramlarına necə müraciət edə bilərəm? Okay, Mr. Zulkarnain, how the students in Azerbaijani students, how are they able to apply to these scholarships and also the state scholarship program? Okay, so the state, Azerbaijan state scholarship being announced as where students from our university can apply, which is a very good opportunity. For Azerbaijan student, they can apply directly first, okay, for this scholarship. Azərbaycanlı tələbələr dövlət təqaüd proqramı üçün direkt olaraq bizim universitetə müraciət edə bilərlər. Bu da çox vaxt universitetin rəsmi onlayn müraciət sistemi vasitəsilə sənədləri təqdim etməklə olur. Then, once they apply, if they're successful, then they inform UTP. Okay, that they have this scholarship, and UTP will send them the offer letter so that we can start processing their application. Azərbaycan dövlət təqaüd proqramına qəbul edildikdən sonra dediyim kimi universitetin rəsmi onlayn müraciət sisteminə sənədləri verdikdən sonra təqaüd proqramına qəbul olunmuş olursunuz. Media FM dinləyicilərinin diqqətinə çatdırım ki, biz bugün Malayziyada təhsil imkanlarından danışırıq və studiyamızın qonağı UTP Universitetinin Marketinqi və Tələbə Qəbulu Şöbəsinin direktoru Zulkarnan Abdul, eləcə də UTP Universitetinin Marketinq və Tələbə Qəbulu Şöbəsinin baş mütəxəssisi Tun Falikdir. Bundan başqa Malayziyada təhsil layihəsinin tərəfdaşı Rövşən Bağırov da bizimlə birlikdə studiyadadır və o da dinləyicilərimizin, eləcə də mənim suallarımı cavablandırır və bu işdə mənə köməkçi olan tərcüməçimiz Rail Ali Muhammedzadə də var. Rail bəy, istərdim son olaraq bizim UTP Universitetinin rəsmilərinə bir sual ünvanlayaq ki, ümumiyyətlə bu universiteti seçməyi düşünən Azərbaycanlı şagird və valideynlərə hansı tövsiyələriniz var? Okay, Mr. Falik, what advice would you give to Azerbaijani students and parents considering UTP? Right, for Azerbaijani students, I encourage them to plan for their studies carefully, choose programs aligned with their interests and career goals, and also explore the available scholarships opportunities. So UTP welcomes students from Azerbaijan and committed to support them from admission through the graduation and into their professional careers. Tələbələrə təhsillərini diqqətlə planlaşdırmağı, maraqlarına və gələcək karyera məqsədlərinə uyğun proqram seçməyi, eləcə də mövcud bütün təqaüd imkanlarını fəal şəkildə araşdırmağı tövsiyə edirəm. UTP Azərbaycandan olan tələbələri məmnuniyyətlə qəbul edir və onları qəbul mərhələsindən məzuniyyətə, eləcə də peşəkar karyeraların sonraki mərhələlərində dəstəkləməyi sadiqdir. Rövşən bəy, son olaraq sizdən də fikirlərinizi almaq istəyirəm. Qeyd edeyim ki, Malayziyada təhsil layihəsinin partnyoru Rövşən Bağırovdur və son olaraq sizə bir sual ünvanlayım ki, Azərbaycanlı gənclərə, ailələrə bəs sizin hansı mesajınız var? Demək, onu demək istərdim ki, bəzi məqamlara mən toxundum, təhlükəsizlik, oradakı sabit iqlimin olması, il boyu qiymətlərin uyğun olması və keyfiyyət barədə biz danışdıq. Bununla
bir yerdə. Bizim artıq 50-dən 60-a yaxın çatır artıq. Sadəcə bu 3 il ərzində Azərbaycandan oraya tələbələr deməli baş tutublar. İndi hal-hazırda fərqli universitetlərdə oxuyurlar. Çox gözəl münasibətlər orada yaranıb və eyni zamanda demək olar ki, artıq bizim orada icmamız yaranır. Bizim Azərbaycanın təmsilçilərinə çevrilirlər. Çünki bizim deməli vətəndaşlar, bizim tələbələrimiz və Azərbaycanın Malayziyadakı səfirliyi vaxtaşırı fərqli tədbirlərə onları cəlb eləyir. Yəni onlar orada iştirak eləyirlər. Bu da çox önəmli bir faktordur. Biz və mən də şəxsən mənim kolleqalarım tez-tez Malayziyada oluruq. Bizim tələbələrimizi orada görürük. Onlar bu dəstəyi hiss eləyirlər. Yəni bizim fəaliyyətimiz sadəcə tələbələri harasa göndərmək, yəni uzaq bir ölkəyə göndərməklə bitmir. Mən deyərdim əksinə, bununla fəaliyyət başlayır. Çünki bu məsələnin kökündə Malayziya ilə Azərbaycan arasında dediyim kimi çox sağlam, çox effektiv, çox dinamik bir körpünün yaradılmasıdır. Çünki bu yeni gələcək üçün bizə gerçək ümidlər verir. Ümid edirəm ki, bizim söhbətimiz dinləyicilərimiz üçün də maraqlı oldu. Son olaraq sizə təşəkkür edirəm. Bir daha xatırladım ki, bugün biz Malayziyada təhsildən danışdıq. Belə ki, Malayziyada təhsil son illər gənclərin maraq göstərdiyi istiqamətlərdən biridir və biz təhsil imkanları, qəbul prosesi, Azərbaycanlı tələbələr üçün mövcud şərtlər haqqında söhbət elədik, dinləyicilərimizi məlumatlandırdıq. Sonda bir daha qeyd edim ki, studiyamızın qonaqları UTP Universitetinin Marketinq Tələbə Qəbulu Şöbəsinin direktoru Zulkarnan Abdul, UTP Universiteti Marketinq və Tələbə Qəbulu Şöbəsinin baş mütəxəssisi Tunfalik, Malayziyada təhsil layihəsinin tərəfdaşı Rövşən Bağırov və tərcüməçimiz Rail Ali Muhammedzadə idi. Hər birinizə təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayıram. Thank you.